Bakıda yerləşən İdrak liseyində baş verən silahlı insident cəmiyyətdə ciddi narahatlıq doğurub. Məlumata görə məktəbin 10-cu sinif şagirdi dərs zamanı müəlliminə ov tüfəngi ilə atəş açıb. Nəticədə 29 yaşlı qadın müəllim müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə dərhal hüquq mühafizə orqanlarının müdaxiləsi ilə nəzarətə götürülüb və faktla bağlı araşdırma başlanılıb. Modernazın yaydığı məlumata əsasən hadisənin bəzi yeni təfərrüatları ortaya çıxıb. Bildirilir ki, atəşi açan şagird son dövrlər sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında zorakılıq və silahlı insidentləri əks etdirən videolara xüsusi maraq göstərirmiş. O, bu tip paylaşımları tez-tez izləyir və bəyənirmiş. Bu məqam istintaq üçün mühüm detal hesab olunur, çünki yeniyetmələrin psixoloji durumuna sosial medianın təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Məlumata görə şagird hadisədən dərhal əvvəl ayaq yoluna gedərək geyimini dəyişib və izlədiyi videolardakı obrazlara bənzər şəkildə xaki rəngli geyim geyinib. Daha sonra sinifə qayıdaraq müəlliminə atəş açıb. Bu detal hadisənin əvvəlcədən müəyyən qədər planlaşdırılmış ola biləcəyi ehtimalını gücləndirir. Həmçinin qeyd olunur ki, şagird insidentdən əvvəl 2-3 gün ardıcıl olaraq məktəbə iri çanta ilə gəlib. Məktəbin mühafizəçisi bir neçə dəfə onu saxlayaraq çantasında nə olduğunu soruşub. Şagird isə çantada idman geyimi olduğunu bildirib və bunu göstərərək şübhəni aradan qaldırmağa çalışıb. Bu fakt məktəblərdə təhlükəsizlik mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyini gündəmə gətirir. Hadisədən dərhal sonra müəllimlər sinifə daxil olub, bildirilir ki, şagird həmin anda həyəcanlanaraq panikaya düşüb və mən vurmaq istəmirdim kimi ifadələr səsləndirib. Bu isə onun psixoloji vəziyyətinin də ayrıca araşdırılmalı olduğunu göstərir. Bu hadisə bir daha məktəblərdə təhlükəsizlik məsələsinin nə qədər həssas olduğunu ortaya qoydu. Yeniyetmələrin sosial mediada zorakılıq məzmununa nəzarətsiz şəkildə çıxışı, ailə və məktəb mühitində psixoloji dəstəyin yetərli olub-olmaması, həmçinin məktəbə giriş-çıxış nəzarət mexanizmləri ciddi şəkildə təhlil edilməlidir. Hüquq mühafizə orqanlarının apardığı araşdırmanın nəticələri ictimaiyyət üçün bir çox suallara aydınlıq gətirəcək. Belə hadisələr göstərir ki, təkcə hüquqi tədbirlər deyil, profilaktik və maarifləndirici addımlar da vacibdir. Məktəblərdə psixoloq xidmətlərinin gücləndirilməsi, valideyn-məktəb əməkdaşlığının artırılması və şagirdlərin davranış dəyişikliklərinin vaxtında müşahidə olunması gələcəkdə oxşar halların qarşısını almaqda mühüm rol oynaya bilər.